Elə bir hədiyyə gəlib ki, axşam şəkilini atıblar mənə. Kavidir. Bax, reklama görə eləmirəm, Allah. Prosta çox eksklüziv bir şeydir. Şəkilini atıblar. Üzüm babranın şəkilini atıblar axşamdan. Nə hədiyədir? Başım gəldi. Var. Nağıl qurublar bizdə. Yavra. İlyas və Royalın dostluq nağılı. Bu kim fikirləşibsə halal olsun da. Yəqin ki, səhifəsi adı Kavizad olar. Sumkasının üstündə yazılır. Hə, Kavi Gifts altına axır. Bura göstər. Bura basınca. İndi bunu bir oxuyacam Royalada. Elə indi nağıl oxuyacam sizə bax. Görək nədən yazıb burada. İndi sən yatarsan ki, bunu şəkillərə baxar. Çox ləzzətli bir şeydir. İndi nağıl oxuyuram sənə, yuxula. Həyat yolu hər kəs üçün fərqli olsa da, bəzi insanlar bu yolu tək deyil, çiyin-çiyinə yürüməyi seçirlər. Çiyinimiz çatmır bir-birinə, nətə vurur? Ürəyimiz bir-birindən tutuşur. O da beyimi, bir dənə açıq olsaydı bəli. Həqiqi dostluq mənzildən daha çox o yolu kiminlə addımladığınla bağlıdır. Çünki doğru yol yoldaşı ən qaranlıq cığırı belə aydınlığa çıxara bilir. Görəldə biraz. Qədim zamanlarda yaşıl təpələrin dənizə qovuşduğu Küləşli Dərə qəsəbəsində Royal yaşayırdı. Onun evi qəsəbənin kənarında damı mamırla örtülmüş dairəvi balaca bir daxma idi. Royal təbiəti çox sevərdi. O evinin həyətindəki mini tövlədə rəngbərəng yumşaq dovşanlar saxlayır, gününü onlara qulluq etməklə keçirirdi. Hər səhər təzə yer kökü və ot qoxusu onun balaca dünyasını bürüyərdi. Dovşan saxlamısan, hə? Dovşan yox, qoyunum var 5 dənə məşq. Ondan artıq saxlamıram. Qəsəbənin limanında isə İlyas yaşayırdı. O uzaq ölkələrə səyahət edən, gəmilərlə nadir parçalar, geyimlər və müxtəlif məhsullar gətirən çalışqan bir gənc tacir idi. İlyas dənizin səsini və limandakı hərəkətliliyi sevərdi. Onun günləri gəmilərin yola salınması və yüklərin qarşılanması ilə keçərdi. İlyasın sakit və təmkinli təbiəti dənizin dərinliklərini xatırladı. Burada da şəkillərlə təsvir olunur. Bazar günü qəsəbənin ən səs-küylü günü idi. Royal öz dovşanlarını satmaq üçün bazara gəlmişdi. Lakin bu gün onun yanında qeyri-adi bir yoldaşı da var idi. Miras qalmış, nəhəng qırmızı pipikli bir heyratı xoruzu. Bu xoruzun baxışları o qədər sərt idi ki, yanından keçənlər ehtiyatla hərəkət edirdilər. Royal isə onu sakit saxlamağa çalışırdı. Birdən bir uşağın əlindən düşən qırmızı alma diyirlənib xoruzun ayağına dəydi. Bunu təhlükə sanan xoruz ipini qırdı və qanadlarını çırparaq ətrafa hücum çəkdi. O düz Royalın üstünə şığıdı. Royal dovşan səbətlərinin arxasına keçib qorunmağa çalışdı. Bazar bir anda qarışdı. Tüşlər havada uçuşur, almalar yerə səpələnirdi. Burada ilə qaçışırsınız. Bu qarışıqlığı görən İlyas dərhal hadisə yerinə gəldi. O cəld bir hərəkətlə dəlisov xoruzu tutdu və onu sakitləşdirdi. Xoruz İlyasın möhkəm əllərində çırpınsa da qaça bilmədi. Royal gizləndiyi yerdən çıxıb bu vəziyyətdən xilas olduğu üçün dərindən nəfəs aldı. İlyas xoruzu təhlükəsiz bir qəfəsə yerləşdirdi. Axırda suallar verəcəm, harada nə yadına qaldı. Hadisədən sonra ikisi də bir kənarda oturub nəfəs dərdilər. Royalın üst başına yapışmış tüklər İlyası güldürdü. Sonra Royal da ona qoşuldu. Söhbət əsnasında İlyas işlərinin çoxluğundan danışdı. Mənə limanda etibarlı bir köməkçi lazımdır, dedi İlyas. Sənin kimi çalışqan biri ilə işləmək istərdim. Royal bu təklifi sevinclə qarşıladı. Həmin axşam Royal balaca daxması ilə vidalaşdı. O dovşanlarını qonşulara əmanət etdi. Artıq həyatında yeni bir səhifə açılırdı. Səhər tezdən günəş yenicə doğanda o kiçik çantasını götürüb limana doğru yola düşdü. Təpələr arxada qalsa da qarşıda dəniz və yeni macəralar var idi. Gedirsən, buradan yola düşürsən. Yerdən çıxdan şey. Limanda işlər sürətlə gedirdi. İlyas gəmilərin boşaldılmasına nəzarət edir. Royal isə gələn malların siyasını tutur, hər şeyin yerbəyer olmasını təmin edirdi. Royalın diqqəti və İlyasın ticarət təcrübəsi birləşmişdi. Onlar birlikdə əla komanda olmuşdular. Biri planlayır, digəri
icra edirdi. İşlər saat kimi işləyirdi. Şəhərdəki parça dükanı onların ortaq zəhmətinin bəhrəsi idi. Rəflər rəngarəng geyimlər və kətanlarla dolu idi. Real sevişliyi sayəsində mağazanın hər küncünə çatır, müştərilərlə səmimi ünsiyyət qururdu. İlyas isə kassanın arxasında dayanır. Hesab kitab işlərini aparırdı. Dükanın içi həmişə canlı və qonaqpərvər idi. İş qızışıb burada. Zaman keçdikcə dostların qazancı artdı. Bir axşam işdən sonra hesablarını yoxlayarkən İlyas yeni bir fikir irəli sürdü. Real, bizim şəhərə çoxlu qonaq gəlir. Gəl onlar üçün böyük bir yeməkxana və qonaq evi açaq. Realın üzü güldü, çünki o insanlara qulluq etməyi və dadlı yeməkləri çox sevirdi. Onlar gecəni yeni kafenin planlarını cızmaqla keçirdilər. Real mətbəxin harada olacağını, İlyas isə qonaq otaqlarının düzülüşünü planlaşdırırdı. Kağız üzərində yaranan bu bina onların dostluğunun növbəti simvolu olacaqdı. Hər detal üzərində həvəslə mübahisə edir, sonra razılaşırdılar. Qısa müddətdə şəhərin mərkəzində inşaat başladı. İlyas və Real ustalarla çiyin-çiyinə çalışırdılar. Real detallarla diqqət yetirir, ağac oymalarını yoxlayır, İlyas isə materialların vaxtında gəlməsini təmin edirdi. Kafe taxta və daşdan tikilən geniş pəncərəli isti bir yuva kimi yüksəlirdi. Və nəhayət İlyasın kafesi qapılarını açdı. İçərisi isti yemək qoxusu və şən musiqi ilə dolu idi. Real mətbəxdə baş aşpaz kimi ən ləziz yeməkləri pişirir, İlyas isə qonaqları qarşılayıb yerlərini ötürürdü. Şəhərin hər yerində insanlar bura axışırdı. Hər kəsin üzündə təbəssüm var idi. Gecənin sonunda qonaqlar getdikdən sonra İlyas və Real kafenin eyvanına çıxdılar. Aşağıda şəhər sakit yuxuya dalmışdı. Onlar heç nə danışmadan yan-yana dayanıb mənzərəni seyr edirdilər. Çəkdikləri zəhmətin bəhrəsini görmək hər ikisinə böyük fərəh hissi verirdi. İllər keçdi, İlyas və Realın dostluğu hamıya örnək oldu. Onların qurduğu kafe, yolçuların sığınacağı, paltar dükanı isə gözəlliyin ünvanı kimi qaldı. Həyətdə isə bir vaxtlar dəhşət saçan o xoruz indi dinc şəkildə gəzişir. Heç kimə dəymirdi. Yine bitti. Bu xoruzu vaxt eləyib kəsmək lazım. Bunu kim hazırlayıbsa, yəni mənim üçün bəlkə də bu günlərin bir çox böyük bir hədiyyə, nə bilim, qalib, malib, nəsə bahalı bir zinət əşyası versəydin əgər, heç bu qədər mən həzz almazdım da. İnan Allah ki, dünən gecə uşaqlar mənə atıblar bu şəkil, üzün atdılar. Bildim ki, içində nəsə maraqlı. Bu cür həvəslə işə gəldim ki, bunu oxuyum, baxın buna. Çox maraqlı bir şeydir. Halal olsun sənə, vallah, bax, həqiqətən deyirəm. Mən reklam təklifləri falan ya, mən reklam etmirəm, bilirsən. Amma budursa adın Kavi. Hamı müraciət eləsin, bu adama dəstək olar. Onun üzünü də görmək istəyərəm inşallah. O kimsə bunu hazırlayan. Həqiqətən də biz dostuq. İnşallah. Həqiqətən də ürəkdən dostuq. Bizim hərdən zarafatlarımız olar, insanları güldürmək üçün videolarımız olar. Amma bilin ki, mən ona arxa dayağam, o mənə arxa dayaqdır. Çünki bizim qəmimiz, kədərimiz bu 2 il ərzində bir yerdə keçir. Çox adam fikirləşirdi ki, İlyas'da da bir ay istifadə edib atacaq, amma 2-ci ildir ki, yanımızdadır. Maşallah olsun, evin pulu da düzəlib, hər şey düzəlib, şükür Allaha. Çox böyük nailiyyətləri olub Realında. Yəni, mən də bir qardaş kimi sevinirəm. O ki, bir ara bizə videolar çəkdilər ki, İlyas bicoqdur, nə bilim, bicoqdur, ondan istifadə edib atacaq. Yox, valla. İstifadəm odur ki, mənə xeyri çox dəyib, mənə daha da çox sevdirdi insanlara, qəlbimizin gözəlliyini insanlara hiss elətdirə bildiyi əsas odur ki, necə bir insan olduğumu insanlar bildi. Amma biz dostuq. Hər bir zaman qalsın dostuq. Bəli. İnşallah Realın sevincinə də mən sevinən oğlanam, bilirəm ki, siz də. Təşəkkür edirəm hər kəsə. Nağılı axıra qədər qulaq asan da olursa, xahiş edirəm orada bildirsin. Hər bir kəs izləsin, davam eləsin.